Yalçın abi, gəl, qapıda görüşməzlər. Xoş gəlmişsən. Həmişə sən gələsən. Həmişə sən gələsən. Zahiri kanal bilirsən ki, doğma kanaldır. Onu da deyim ki, 41 yaşım var. İlk dəfədir ki, mənim evimdə çəkiliş var. Heç bir zaman, heç bir xoşum gəlməyib heç çəkilişdə. Bir dəfə Aycar çəkib, yəni yalan demək, o da bağda olub. Amma dağ idi də elə bir dəfə çəkildi getdi. Amma bu yaşadığım evdə 6 ildir burada oluram. Bir dəfə dost, o qədər deyiblər, dost küsüblər çoxları ki, bəs gələk çəkək deyim, amma birincisi subaysılıqdır. Mən sizin qabağınıza gətirib çay qoya bilməzəm. Bacarmıram o iş. Gedək restoranda. Deyir, həvəsdir, bəsdir Namiq. Eşitdim ki, Aşıq Namiq ikinci dəfə ailə həyatı qurur. Elə ona görə də 18 il bundan qabaq bir dəfə övlad olmuşam. Amma etiraf eləmək lazımdır. Etiraf edirəm ki, bir övladım var, universitetdə tələbədir, birinci kursda oxuyur. Bu günləri Aşıq Namiqin övladı Aşıq Namiq ilə görüşəcək. Yaxşı olsun. Hə, Namiq, xoş gəlmişik və ilk dəfədir ki, televiziya məkanında Aşıq Namiqin evi. Hazır olandan sonra heç nə mənim sözü deməkdən heç xoşum gəlmir. Düzdür, baxmayaraq ki, bir 5 ildən qabaq 2 kəlməmlə mən söz deyirəm, amma indi əlhamdülillah, Quran oxuyuram ki, Allahın ən sevmədiyi bir şey mən deməkdir. Çünki bu boyda ərşi, köşü, yeri, göyü yaradan Allah cavaq gör onda biz nə deməliyik? Mən sözü yaxşı söz deyil, müvəqqəti olaraq biz bunu icrasıyıq. Hamısı Allaha qalacaq. Namiq, neçə ildir bir-birimizi tanıyırıq artıq? Haradasa bir 13 il, 14 il var belə. 12 ildən çoxdur ən azından. Çünki mən... Maşallah olsun, mən səni tanıyanlar heç zaman bir yerdə dayanmamısan. Hər zaman tələbələrlə iş. Maşallah gününüz olsun. Sən çox dəyərli bir qardaşımızsan. Dosta, qardaşa hörmət edilən bir insansan. Hər zaman mənim başıma çox oyunlar gəldi. Bir dəfə sən mən görmədim ki, reytingdən ötəri sən bir dəfə onu yazmadın, paylaşmadın. Bu günlər məni çox tərifləmə, sənə sürprizlərim də olacaq. Tərifləmirəm, olanı deyirəm. Mən tərif Allaha layiqdir bəndə. Yəni olanı amma yaxşı insanda gərək gördüyünü deməlidir. Bizdə çox təəssüflər olsun ki, bizim bəzilərimizin bədasılığımız ondan ibarət ki, yaxşı şeylər görüb paxalımızdan demirik. Məsələn, bir il var verişnaslıq. Məsələn, sən Alim Qasımov kimi sənətkar, Arif Bababəy getdin, Allah canı sağlıq versin, bir gözəl sənətkar. Çox gözəl sənətkarlarımızı çəkirsən. Bir Mirələmin bir dəfə getdin, çəkdin, orada baxdım. Orada bir çoxdan, yəni çəkirsən, 1 deyil, 5 deyil, kimi deyim hamısını. Aşıq Zülfiyə xanımla məsələn o vaxtı Tellinin o aləm dəydi, bütün mətbuat mediyasən. Yəni aləmi bir-birinə yaxşı mənada vurmağı da bacarırsan və ya yaxşı nümunəvi, gözəl o çəkilişlər deyirsən ki, orada maarifləndiricidə insanlar da baxır, oradan nələrsə öyrənirlər. Ona görə sənə vuraq arz edirəm. Qaldı ki, mən də Allah Azərxanları onlara rəhmət eləsin bizim gözəl sənətkarımıza. Deyirdi ki, o vaxtı mənim 25 yaşımda ilk konsertim olmuşdu. Deyirdi ki, Namiq dedi bir yerdə durmur. Desələr Namiq sabah qarşılar, birinci sədr olacaq, deputat olacaq, buna inanın. Mən istəyirəm səhər günə indi başlamışıq. Aşıq Namiq bizə çay versin, çayı içək, günə başlayaq. Bismillah deyək başlayaq. Düzdür, əslində biraz tənbələm mən. Çox deyirəm, bu mətbəxlə heç aram yoxdur. Mətbəxlə aran yoxdur, evlən də Namiq, evlən, sənin də qulluq eləyən insanlar olsun. Valla siz necədir? Evlənmək bazarda satılmaz gedim adam. Yəni çox çətin. Bugünkü çətin dövrdə də bu sosial şəbəkələr insanları nə bilim belə çox çətindir da. Biraz qar olmaz, qarasa ürəyi ziyandır bilsən də onu biraz açıq edək. Rəvan Qarayev mahnı oxuyub ki, deyir, tək yatıb, tək durmaqdan bezdirmişəm yatağı. Bilirsən pinti olur, yalqızların yatağı,